Yusuf Aleyhisselam zindanda olanda da ilk etmək istədiyi nə idi? Allaha dəvət. Bax, 2 nəfər yuxu görür. Gəlirlər yuxunu danışmağa. Yusuf Aleyhisselam onlara birinci deyir ki, mən bu yuxunun yozumunu bilirəm. Deməli, qardaşlarım, sən hansısa bir problemlə onun həllini bilən birinin yanına gəlmisənsə, sənin ona ehtiyacın var. Onun üçün, qardaşlar, alimlər deyir ki, birinin sənə ehtiyacı varsa, ehtiyacını alana qədər sözünü dinləyib yanında oturacaqsa, ona Allah'a dəvət edə. Ehtiyac sahibidir. Yuxunun birinci ona bildirirsən ki, narahat olma. Məsələn, gəlib səndən 5 manat pul istəyir. Sən narahat olma, otur. Mən sənə 5 dəqiqəyə şeyi verəcəm. Sən bilirsən də biz Allaha ibadət edən bir dəstə, tevhid əhli olan bir milləti. Yusuf Aleyhisselam başlayır əvvətə. Deyir, bilirəm sualın cavabını, yuxu yozacam. Qoy yeməyiz gəlsin, biraz onlara vaxt verir. Aydındır. Sonra başlayır onları dəvət etməyə. Mən tərk etmişəm o qövmü ki, onlar Allaha ibadət eləmirdilər. Çünki deyirlər, sən salihlərdənsən. Mən niyə salih olmuşam? Necə salih olmuşam? Allaha ibadətlə.